Salam olsun hidayətə tabi olanlara. Araz Marketin günahı məndə deyil. Özlərində nədir? Məsəl üçün, çox gözəl marketdir. Yəni, orada 1 manat olan şey başqa yerdə 5 manatdır. Təxminən ya da 4 manatdır. Yəni, hər şeydə ad çəkmirəm. Çox gözəl marketdir. Bizim yanımızda 2 dənə var. Axı ki, deyələm, Araz Marketdə günah odur ki, məsəl üçün, mən orada görmüşəm sümükləri ayrılırlar, mal ətinin qalmış sümüklərini. Onları atırlar zibil qabına. Demişəm ki, bundansa deyib yox. Tək sümükdə deyib ki, yox. İcazə yoxdur. Sonra demişəm, onda elə belə deyib ki, yox, icazə yoxdur. Aparıb atırlar, görmüşəm uzaqdan zibil qabına. Bu bir günahdır. Yəni, ona boş pişirmək olur. Heç olmasa bir yer açalar, qoyarlar orada, çatışlar götürədir, hər kəs götürər, yəni, varlı da yerdə boş. Sonra bir də tələsmədən, mən indi elə marketdən gəldim, Araz Marketdən, üzərimi də soyulmamışam. Yəni, tələsik demə, axı ki, Araz Marketin bir günahıdır ki, məsəl üçün, orada ədəvə çıxır, təkdə. Kimsə götürmürsə, mən çox vaxt götürmürəm də, mən onu teki götürməyəndə, o belirlə tükürlər, atlar zibil qabına. Onlara icazə yoxdur ki, tek çıxardan kimdir, kasserləri. Onu götürər. Niyə götürməsin ki? Niyə icazə yoxdur ki? Olmalıdır. Bu böyük səhvdir, günahdır. Valla. Nə dedi oğlan? Dedi, valla, əgər icazə olsaydı ki, mən də işçi dedi. Kassanın yanında nə dedi? Mənim indi bir maşınım olardı. Çək, dedi. Bilən söz yaşdır. Deyə bilməyəm. Mən deyildim, yaşdır deyəm. Həmlərim, sağ olun. Ay sevmiş. Bəli. Cin şeytanı idi deyəm. Mən deyildim. Sonra sağ olun deyən kimi idim. Mən deyim, sən istədin demək. Amma mən səni qoymadım da ayaq danışırsan. Mömin cini idi. O birisi kafir cini idi. Kafir deməzlər. Cin şeytan idi. 4-cü surənin 94-cü ayəsində Allahımız buyurur ki, bəli, heç kəsə kafir deməyin, sən mümin deyilsən deməyin, müsəlman deyilsən demək olar, ya olmaz. Halbuki sən ifrat edirsən, dayandı, cin şeytan sənə verir. Dayandı, cin şeytan sənə toxunacaq, yox. İfrat eləmə, cin şeytan uca danışacaq sənin əvəzindən. Onlar deyil, hərdir. İfrat eləyəndə, o barədə çəkmişəm, YouTube-da var. İfrat edəndə və israf edəndə qoyarsan bunun adını. YouTube-dakı nə çəkdiyin, istəyən bir də demə, haqdan çatdırırsan. Yəni, adam həddən aşanda, ifrat edəndə, bir sözlə, Qurana uymayanda, tutaqçılar mən bilirəmsə də, ifrat etmək olmaz, başqası deyirəmsə də, özüm ifrat edərəmsə, Allah nə buyurur? Dində də ifrat etməyin. O zaman nə olur? Qurana əks edəndə və günah edəndə, yalan danışıq nə olur əks edəndə? Şeytanlar adama urcaq olur.